Elmi eksperiment keçiriblər. Deməli, meymunları, yəni real olan şeydir. Bəzən ənənələrə görə biz öz işimizi ertələyirik və yaxud imtina edirik, ya yaxud əldən buraxırıq. Elmi eksperiment keçirirlər. Deməli, 5 dənə meymunu götürürlər, bir dənə otağa salırlar. Bir dənə pilləkən qoyurlar, çıxış yalnız yuxarı olur. Hansı meymun qərara gəlib bu pilləkəndən çıxmaq istəyəndə, hamısının başına soyuq su tökürlər. Bir gün, 2 gün belə soyuq su tökəndən sonra meymunlar başa düşür ki, çıxmaq olmaz o pilləkənə. Amma kimsə qərar verib o mühitdən qaçmaq istəyirsə, onu döyürlər. Bu birisi 4 dənə onu döyür. Qısa danışımda, deməli bir müddət sonra hər gün meymunun birini dəyişirlər. Yəni təzə gələn meymun birinci nə edirlər? Suyu daha tökmürlər. Suyu tökməyəndə də hələ yenə də bunlar hər çıxanı, çıxmaq istəyəni döyürlər. Bu birisi 4 dənə bunu. İndi hər gündə meymunu dəyişirlər. Təzə 5 gündən sonra bütün meymunların sudan ümumiyyətlə xəbəri yoxdur təzələri. Və bunlar da o mühiti gördüyündən yenə də davam edirlər. Kimsə çıxmaq istəyirsə, onu yenə də döyürlər. Heç ümumiyyətlə sudan xəbərləri yoxdur. Heç bilmirlər niyə döyürlər, amma döyürlər. Ona görə bəzən hansısa işə girişəndə yaxşı deyil, kimlə falan, nə deyərlər, ənənəmiz belə deyil. Bir araşdırın, görün, onun əsası nədir, nədən sonra yaranıb belə qadağalar. Bilmirsinizsə, tapa bilmirsinizsə, öz işinizi rahat görün. Yox, tapsaz hələ ki aktualdırsa, o başqa məsələ. Allah xeyir versin.